Salam. Bugün bir xəstəlik haqqında da qısa bir məlumat vermək istəyirəm. Əslində bu xəstəlik haqqında çox danışılıb. Coxsackie virusu. Bu Coxsackie virusu və enteroviruslar tərəfindən törədilən bir xəstəlikdir. Danışmağımda məqsəd odur ki, analar bu haqqda məlumatlı olsun və əlavə bir dərman uşağa verməsinlər. Hava damcı yolu ilə yayılır. Virus bədənə daxil olduqdan 3-6 gün sonra özünü biruzə verməyə başlayır. Burada yüksək qızdırma, udqunmada çətinlik, boğazda ağrılar, halsızlıq, iştahsızlıq kimi şikayətlər ola bilir. Dəri problemləri üzə çıxır. Əlin içində, ayağın altında, genital nahiyədə xəstədə sulu səpkilər rast gəlinməyə başlayır. Ağzın içində artıq bu səpkilər artır və ona görə də xəstə udqunmada çətinlik çəkir. Yeməkdən imtina edirlər. Bu xəstəliyin, bu virusun verdiyi bu şikayətlərə yalnız simptomatik olaraq kömək etmək olar. Yəni qızdırması yüksəkdirsə, qızdırma salıcı preparatlar verilə bilər. Parasetamol, ibuprofen qızdırma salıcı olaraq, ağrı kəsici olaraq istifadə oluna bilər. Bu yaraların üzərinə heç bir maddə, el arasında olan zilyonka və ya digər maddələr istifadə olunmamalıdır. Heç bir şeylə bunun üzərinə əl vurmaq olmaz. Çox nadir hallarda qaşıntı ola bilir. Qaşıntı olmadığı sürəcə də heç bir sirop verilməməlidir. Valideynlərə deməkdə məqsədim odur ki, bu virusda antibiotik müalicəsi yol verilməzdir. İkincili bakterial infeksiya qoşulmayana qədər başqa bir simptom və başqa bir bakterial infeksiya yoluxumu yoxdursa, uşaqlara heç bir halda antibiotik müalicəsi təyin olunmamalıdır. Xəstəlik səpki əmələ gəldikdən 5-7 gün ərzində yoluxucudur, sonra isə artıq öz-özünə sağalacaqdır. Sadəcə bir şey bilməlisiniz ki, bəzi uşaqlarımızda 2 həftə sonra dırnaqlarda düşmə kimi şikayətlər ola bilir. Orada da narahat olmağa dəyməz, sonra onlar tam özünü bərpa edəcəkdir.